Aras Bey, verilişimizin sonuna doğru yaxınlaşırıq. Bunun bizim bugünkü proqramımızda heç bir dəxli yoxdur, amma tamaşaçıdır, yazır və biz tamaşaçılara hörmət əlaməti olaraq bunu səsləndirir və soruşmalıyıq. Əvvəlki dövrlərdən yenə yazırlar. Yazırlar ki, Fərəz Quliyev sizə tapşırıq hardan gəlmiş ki, 0902 1993-cü ildə Surət Hüseynovun haqqında verdiyiniz bəyanatla bağlı. Bunu Fəxrəddin Əmirov adlı bir tamaşaçımız yazır. Fəxrəddin bəy, indi o adam, məsəl üçün, düşünər ki, ona əmir hardan gəlib falan ağırlar ki, öz əmir alan adam olsun da. Yəni, niyə elə düşünürsünüz ki? Əvvəla mən Xalq Cəbhəsi İcra Komitəsinin sədri idim və o vaxt ki, rəhmətli eks-prezident Əlfəz Elçibəyin də birinci müavini idi. Səlahiyyətim var idi. Həmin bəyanat da İcra Komitəsinin bəyanatı. O vaxtları Fərəz Quliyevin bəyanatı kimi səslənir bəyanat. Ona görə mənim adıma səslənirdi ki, Surət Hüseynov ciddi şəkildə repressiyalar məşğul idi. O İcra Komitəsinə falandan xox gəlirdi, onu asacaq, bunu keçəcək. Mən o vaxt deyirdim ki, bəyanatı mən yazmışam, mən imzalamışam. Bəyanat İcra Komitəsində qəbul olunubdur və aktuallığını bu gün belə saxlayır. Əgər onu oxusalar, mən xırda bir araş verim ki, o zaman o bəyanatın ortaya çıxmasının əsas səbəbi Ağdərədəki yüksəkliklərin boşaldılması idi ki, oraya ermənilər tutdu və onda Kəlbəcər yolda bağlandı. Əmr belə idi ki, filan hərbi hissələr Seyfəlli poligonuna aparılsın. Onun yerinə qoyulan hərbi hissələrdə sonradan bütün texnikası alındı əlindən. Açıq şəkildə 109 nömrəli o əmr var idi. Orada xəyanət var idi və biz bunu o vaxtları elan elədik, bəyan elədik və çağırış elədik. İndi heç bu adam oxumurdu ümumiyyətlə. Açıb oxusa görər ki, orada çağırış var. Bu araşdırılsın, günahkarlar cəzalandırılsın. Çünki yüksəkliklər ermənilərə verilibdir. İndi mən tamaşaçıya, bilmirəm kimdir, həm tamaşaçıya, həm digər tamaşaçılardan da sizə xüsusən hörmətlə suala cavab edim. Üstündən nə qədər keçib bundan, az qala 40 il vaxt keçibdir. Və o bəyanatdan sonra Azərbaycanda müxtəlif siyasi məsələlərlə bağlı yüzlərlə, minlərlə bəyanat olubdur. Amma bu bəyanat yaddan ona görə çıxmır ki, çox aktual, çox kəsərli bir bəyanat olubdur. Həm də doğru mövqeyidir. Tamamilə doğru mövqeyidir və bizim dediklərimiz... Zaman göstərir ki, Surət Hüseynov bu ölkənin əleyhinə nələr eləyib, vətən xainidir. Yəni, sizin verdiyiniz bəyanat tamamilə haqlı mövqeyidir və doğruydu. Eşq olsun, mənim cavabımdan mən biraz mütəvazi davranmağa çalışdım, amma sizin verdiyiniz cavab... Niyə mən bu fikri səsləndirdim, Fərəz bəy? Mən bu sualı səsləndirməyə də bilərdim, amma bizə gənclər baxırlar, o dövrü bilməyən insanlar baxırlar. Bax, bu cür insanlar yazırlar, bildilər, bilmədilər, yazdılar və fikir formalaşdırırlar. Ona görə də mən hesab edirəm ki, hər bir bu cür fikirlərə cavab verilməli, tarix olduğu kimi deyilməlidir ki, o dövrü yaşamayan, o dövr haqqında məlumat olmayan gənc nəsil gerçəkləri bilə bilsin. Doğrudur. O vaxt dünyasını dəyişibdir adam. Mən də arxasında danışmam. O ən güclü vaxtında surətində haqqında başqa haqqında sözümü demiş adamam. Elə 9 fevral bəyanatını demişəm. Amma ən azından o gənclər anlasınlar ki, o hərəkətlərin, o çevrilişin sonucu olaraq Azərbaycan 5 rayonunu itirmək məcburiyyətində qaldı və Azərbaycana indi hesablanmalara görə 480 milyard manatdan çox zərər dəyibdir. Hələ o qalan şeylərdə qoyulmayaraq şükür ki, indi biz 20-ci ildə torpaqlarımızı geri aldıq. Amma nəyə geri aldıq? Yanmış torpaq halında geri aldıq. Ermənilər yandırdı ona. Ona görə elə adamların vaxtında cəzası verilsəydi, vaxtında o bəyanata əməl olsaydı, bugün bu şeylər olmazdı. Vaxtında bu xəyanətkarlar olmasaydı, Azərbaycan torpaqlarını da itirməzdi. İndi də Azərbaycan dövləti milyardlarla manat vəsait sərf eləyib o dağılmış əraziləri qurmaq məcburiyyətində qalmaz. Tamamilə doğrusu. 480 milyardı itirmişik. Ondan da artıq vəsait qoyub bərpa eləməliyik. Ondan da artıq vəsait, bəli, xərcləyib biz onu bərpa etməliyik. Bu cür xəyanətkar adamları tarix lənətləyəcək. Lənətləyəcək və gənc nəsil də bilməlidir. Bilməli ki, zamanında öz sözünü deyən, öz fikrini bildirən, doğru qərar qəbul edən bu ölkənin qeyrətli insanlar olub.